Biri TikTok'da var idi, biri keşfette yok idi. Feminist bir kadının Qırmızı Şapalaq adında bir oğlu var idi. Bir gün ana oğluna deyir: Adə Şapalaq, gəl nənənə krevet qalmışam, yanına da çaxır. Apar bunu gör, həm də pensiyası köçübsə, gətir mal zakaz eləyərik. Ay ana, adımı Şapalaq deməsən olmur. Özdə nənəm gəlin o yolun üstündəki körpünün altında ferma açıblar. Orada keçəndə iyi başıma vurur, beynim infarkt keçirdi. Elə eləmə, səni o körpüdən yox, Sirat körpüsündən keçirdi. Götür bunu apar o çaftara. Qırmızı Şapalaq tıncıxır və düşür meşə yoluna. Lan kız doğulmamışsa da gözüm aydın. Da oğlan doğulmuşam deməli adımı da Şapalaq qoymazsınız da yetim çərər. Qırmızı Şapalaq görür ki, ağacların arxasında 90-60-90 bir qız var. Ay xanım, ağacın arxasına nə edirsiniz? Cadı bastırırsınız? Əşi, yox, nə cadu? Deyirəm bu ağacla evlərim. Onsuz da indi trenddir. Mən biri Becaboltla evlənir, biri Qaya ilə, biri Palazla. Mən də bu ağacla evlənib gündəmə düşüm. Gündəmə düşmək üçün ağacla nə evlənirsən? Get TikTokda canlı yayın aç, soyun, həmin dəqiqə keşfetdəsən. Hara getsən belə? Qabaqda dərman görsən, onun aşağısındakı 3-cü məhəllədən sol tərəfi dönəndə. Bax orada nə kaftar nənəm yaşayır, ona çaxır aparıram. Sənin nənən içir ki bu yaşında? Hə, alkaşın biridir, hələ əlacı olsa Tinder'da açar. Bu arada mən özümü tanıtmadım, adım Qırmızı Şapalaq, bu meşədə yaşayıram. Söhbəti isə meşənin küncündən bir canavar eşidir. Neyse, Sugar dədim məni gözləyir, kinoya aparacaq məni, mən qaçdım. Bu çaxır, krevetka ilə nə qəşək gedər, kül başıma, az qalsın nənəsinin qızlı soyadını da verəcək. Olay, mən buradan kəsələmə yolla gedim, nənəsini yiyeyim. Sonra da bunu yiyeyim, sonra da çaxırda krevetkanı yiyeyim. Kül başıma. Canavar nənənin evinə çatır. Nənə, mən gəlmişəm. Nəvəndir, Qırmızı Şapalaq. Sənə yemək gətirmişəm. Hə, bala, aç qapını, gəl içəriyə biraz TikTok akımları çəkərik. Vegetarian canavar nənəni şkafa gizlədir. Nəvi isə gəlib deyir: Az kafta, nədir şah qapısı kimi açıq qoymusan qapıda? Qorxmusan girər içəriyə biri səndə oxuyar, Raskot səni başdan ayağa. Gəl bala, gəl. Nəvə avtomatik deyir: Sən Covid keçirəndən sonra bir qəribə olmusan, vaksin əks təsiri zaddır. Bu nədir əlin dəyin kimi? Hinlərdə tanış olduğum babaları daha yaxşı qucaqlamaq üçün mənim bala. Hinder açmısan, mən də deyirəm bu kimdir sərxoş pensioner 789 mənə yaxın göstərir. Canavar altın vurur. Sənin niyə qulaqların palaza dönüb? Mənim nəvəm Dua Lipaya daha yaxşı qulaq asmaq üçün. Dörtlər batsan anasından. Ay nənə, sənin niyə dodaqların Roslu vannasına oxşuyur? Tanış olduğum babaları daha yaxşı. Başa düşdüm. Ay nənə, sən niyə dişlərin belə itidir? Özü itisi gəlir. Ananı götür o xaraba fırsana düşə sürt. Səni daha yaxşı yemək üçün. Nəvə valideyn şilləsini canavara yedizdir. Oyda, nəsə olmadı sənə? Bu iyi çöktü başıma, Rexona da vurmur barbar. Yapışdırdım bir dənə kitay danışmasın. Lap yaxşı, su filtr istəyirsin. Dur cəhənnəm ol burada. Realda gövdə tutmadan çəkilər nağıla. Nəvə nənənin pensiya kartını götürüb Meşə Plazda öz adını hüss olaraq dəyişdir. Canavar və nənə isə oyanaraq dost olur. Nənə canavara 50 qram vurmağı və TikTokun sirlərini öyrədir. Canavar da bloger olub hamını loxlayaraq yaxşı pul qazanıb xoşbəxt yaşayırlar. Təşəkkürlər Beyoncé.